Buranı çək birinci bax. O buna bax. Bax Kia Sorento da dizel. Bax kollektorun yerinə bax belə şey yoxdur yəni bax. Bu maşında əməlli başlı hava getməyə yer qalmayıb. Bax görürsüz bax buna bax. Birinci dəfədir yəni belə şey görürəm də. Dizel Sorento'dur. Konkret yəni hava getməyə yer qalmayıb. Bax bu vəziyyətdə bunu sürmək olmaz. Gətir bura. Buna bax. Neçə ildir maşın sürülür. Bu sistem yəni təmizlənməyib. Hələ bunun samavarını görərsiniz. Gətir motorun yerini də çək bir dənə. Bunlar hamısı pesçə təmizlənəcək. Bu hissəni görürsünüz nə gündədir. İndi videonun sonunda buranın təmizlənməyinə kimi çəkib paylaşacağım. Görəcəksiniz nə cür nə sərgəli iş görülür. Karobkanın yağı da dəyişilir. Digər maşında da Sorento'da. Hava sistemi təmizlənir. Karobkanın yağı dəyişəcək. Gətir bura. Çöldə də bir dənə Tucson var orada. Bax çək onda. Həmən onda da hava sistemi təmizlənəcək. Gətir. Karobkasının yağı dəyişəcək, kollektor sökülüb, peçdə təmizlənir. Gəl göstərim sizə. Bax. Bax görsən, bax hamısı peçdə ideal şəkildə bax görsən. Tərtəmiz olur da. Yəni ki, təzə kollektor alsan. Burada yeşkamız var, bir dənə 651 motorun yığmışıq. Bayaq göstərdim, videosunu paylaşacağım. Davlenisini çəkib paylaşacağım. Gəl bir dənə səliqəyə bax. Elə bir təzə motor qoymuşuq üstünə. Bir dənə də A40 motoru yığılır orada. Gəl onu da göstərim. Yekunlaşaq. Gətir bura. Görsən. Qalovkası yanmışdı. Söküldü. Blokun üzü də yonuldu. Çünki bunlarda qalovka yananda blokun üzü yonmadı, onu işləmir. Yəni ikisi də yonulmalıdır ki, zavod kimi olsun. Çünki dəmir prokladkada ara qatını götür. Zəmanətli iş üçün yəni nə edəsən bu sökülməlidir. Detallarına bax. İdeal şəkildə. Bunu da bu günləri yığıb müştəriyə təhvil verəcək. Bağla. Bax indi həmənki maşını göstərirəm. Görsünüz fərqi nə cür təmizləmişik. Klapanların yeri, blokun üstü, bax bayaqları videonun ortasında orada göstərmişdim ki, çirklidir, yaman gündədir. Hamısı hava sistemi təmizlənəndə təmizlənir. Motorxanaya kimi. Bax buraları hamısı tam iş qutarandan sonra yuyulub təmizlənəcək. Və kollektorlarda bax peçdə yuyulur, olur təzə. Görsünüz. Yəni əvvəlki vəziyyətinə baxın, indiki vəziyyətinə. Kəpənəyin görürsünüz bunu. Oldu təptəzə. Qırılmaqdır, nə bilim, başqa kollektorunun qarışıq düşməyinə, yadına söhbət olmaz. Çünki metka vurulur hamısına bir-bir. Görürsünüz. Yəni bu sistemi vaxtında təmizləməyin də maşında boğulmalar olur. Yanacaq sərfiyyatı çoxalır. Ondan sonra rejimə düşə bilir. Yegerin xarab edir, zastonkanı xarab edir. Onun üçün vaxtında təmizləmək lazımdır. Bax. Görürsünüz. Bu klapan işləməyəndə maşında Yeger aşıbqası da olur bilirsən. Yegerin aşıbqasını verir. Onun üçün nə etmək lazımdır? Bax, ideal şəkildə bunların hamısını vaxtında təmizləmək.